Möhtərəm və dəyərli müsəlmanlar, bugün bir çox xanımların həsrətlə, aylarla gözlədiyi bir gündür. Yəni 8 mart günü. Qeyri-müsəlmanların adəti ki, bugün qadınlar günüdür. Qadınlara dəyər vermək lazımdır. Lakin bilmək lazımdır ki, bu bir gün qadınlara dəyər verən insanlar üçün ümumiyyətlə insanların heç bir dəyəri yoxdur. Nəinki qadınlar. Çünki tarixdə və indi hal-hazırda fikir versən, görərsən, başa düşərsən ki, onlar üçün insanların dəyəri olsaydı, onlar körpə uşaqları öldürməzdilər, onların qanlarını içməzdilər. Və qadınların dəyəri olsaydı, onların yanında dəyər versəydilər, qadınlardan əşya kimi istifadə etməzdilər, pul müqabilində və s. Bugün müsəlmanların arasında yayırlar. Bu təbii ki, qeyri-müsəlmanların çirkin bir fikirləridir ki, insanları İslamdan uzaqlaşdırmaq istəyirlər. Müəyyən şüarlar da, məsələn, deyirlər, qadınlara azadlıq verin. İslam dini qadınları həbs eləməyib, bu bir. Və İslam dini qadınlara dəyər verir. İslam dininin qadınlara verdiyi dəyəri heç kəs vermir. Həmçinin İslam dini qadınlardan əşya kimi istifadə eləmir. Necə o qadın dəyərləri deyib, İslamdan uzaqlaşdıran insanlar ki var. Onlar üçün qadınların dəyəri olsaydı, onlar o cavan qızları, uşaqları pul müqabilində otellərə yığmazdılar. Onlar üçün qadınların dəyəri olsaydı, onlar qadınları əxlaqsız formada geyindirib kassanın qabağında otuzdurmazdılar ki, bu rusqanı hal verin, qiyməti qalsın. Bu hamısı qeyri-müsəlmanların adətidir. Lakin bu demək deyil ki, İslam dinində qadın işləyə bilməz. İslam dinində qadın işləyə bilər. Gözəl bir şəkildə, münasib yerlərdə. Qadının özünə aid öz işləri, öz vəzifəsi var. Və ya bu demək deyil ki, İslam dini qadını həbs eləyir, qadınlara dəyər vermir. Gəlin, baxaq, görək. Allah Resulü sallallahu aleyhi və səlləm qadınlarla necə rəftar eləməyi buyurur. Və ilk olaraq baxaq, görək, qadınlar kimlərdir? Qadın dediyin insanlar bizim analarımız. Qadın dediyin insanlar bizim bacılarımız, qızlarımız və həyat yoldaşlarımızdır. İslam dini də bunlara xüsusi dəyər verir, yer verir. Və İslam dini qadınlara o qədər dəyər verir ki, onlara dəyər verənləri belə Allah Subhanahu taala dəyərləndirir. Kim onlara dəyər verərsə, onların haqlarını qoruyarsa, onları müdafiə eləyərsə, Allah Subhanahu taala oddan qoruyar onları. Allah Subhanahu taala onlar üçün cənnəti vacib eləyər. Gəlin, baxaq, görək, Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir bizə? İlk olaraq başlayaq analarımızdan. Bir kişi gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına və deyir ki, ey Allahın elçisi, insanlar içərisində gözəl rəftar olunmağa, yaxşılıq olunmağa ən çox haqqı çatan insan kimdir? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, anandır. Deyir, bəs sonra, deyir, yenə anandır. Deyir, bəs sonra, deyir, yenə anandır. Bunu Allah Resulü sallallahu aleyhi və səlləm 3 dəfə təkrar edir. Və bunu göstərir ki, ananın nə qədər dəyəri var. Həmçinin başqa hədisdə qızlara aid, necə Uqbə ibn Amr radiyallahu anhu rəvayət edir ki, deyir, mən eşitdim ki, Allah elçisi sallallahu aleyhi və səlləm buyurur, deyir ki, kimin 3 qızı olarsa və ona səbr edərsə, onlara səbr edərsə, yedizdirərsə, içizdirərsə, geyindirərsə, öz malınla, bu onlar onun üçün qiyamət günü oddan qorunmaq üçün bir sitər olar. Həmçinin başqa hədisdə, möminlərin anası Ayşə radiyallahu anhadan rəvayət olunan hədisdə, necə hədisi İmam Təbərani və Beyhaqi rəvayət edib və Şeyx Əlbani hədisin səhih olduğunu buyurur. Və buyurur ki, ümmətimdən hər bir kimsə 3 qızına və ya 3 bacısına, burada söhbət 3 deyildikdə say çoxaldıqca əcr daha da çoxalır. Hətta ola bilər 2 qız ola bilər 1 qız ola bilər. Yəni 3 bacısına və ya 2 bacısına və ya 2 qızına onlara gözəl bir şəkildə böyüyüb boya başa çatmağında yardım eləyərsə, kömək eləyərsə,
həm dini cəhətdən, həm dünyavi cəhətdən gözəl əxlaqla rəftar olunlar və gözəl müamilə üzərində böyüdərsə, onlar onun üçün qiyamət günü oddan qorunmağa sitər olar. Və həmçinin həyat yoldaşına gəldikdə, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sizin ən xeyirliniz öz əhlinlə, öz ailəsinlə ən gözəl rəftar, onlara qarşı ən xeyirli olanınızdır. Məgər bu, qadınlara verilən dəyər deyilmi? Yəni, hansısa bir müsəlmanın, ibadət edən insanın öz anasına, öz həyat yoldaşına, öz bacısına, öz xalasına qarşı pis rəftar etməsi o demək deyil ki, İslam dini belədir. Əksinə, İslam dinində qadınlar əmanətdir və əmanətə xəyanət eləmək haramdır. Əmanətə xəyanət eləmək olmaz, əksinə əmanəti qorumaq lazımdır. İslam dini qadınlara bu cür rəftar eləyir, rəftar olunmağı buyurur. O qədər dəyərlidir ki, qadınlar İslam dinində, hətta onlara dəyər verənlərə belə Allah qatında dəyəri qalxır və qiyamət günü oddan qorunmaq üçün səbəb olur. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bu cür qeyd elədiyim məsələlər olarsa, cənnət ona vacib olar. Allah subhanahu taala müsəlman qadınları, analarımızı və bacılarımızı, qızlarımızı, xalalarımızı qorusun. Onlara bərəkət versin, fitnədən və əhlindən qorusun. Qadınlar İslam dinində daim dəyərlidir. Hər gün, hər saat qadınlara gözəl rəftar olunmalıdır, gözəl əxlaqdan davranılmalıdır. Onların haqlarını qorumaq lazımdır. Onları ehtiyaclarını aradan qaldırmaq lazımdır və təbii ki, onlara zülm etmədən, başlarına qalxmadan, minnət qoymadan, ixlasla sırf aləmlərin Rabbi olan Allahın razını qazanmaq üçün bunları yerinə yetirmək lazımdır. Və bunlar olarsa, artıq cənnət onun üçün vacib olar. Allah subhanahu taala bizə istifadəni etsin və zində sabit eləsin. Və sallallahu və səlləm alə nəbiyinə Muhammed və alə alihi və səhbə ecmaîn.